demeyeyim, siz kadınları alçaldırsınız. Her zaman alçaldırsınız. Siz burada oturanlardan... Bir dəqiqə qurban olun. Bax, bu Rüsvanənin danışığı kimi danışıqlar var ha. Bunlar güya demək istəyirlər ki, mən qadın düşməniyəm. Yox, mən ailəsini satan, ərinə xəyanət eləyən, uşaqlarını atan qadınların düşməniyəm. Başqa qadın düşməniyəm. Eyni zamanda ailəsinə xəyanət eləyən. Danışın, bir dəqiqə susturmayın, siz aldınız. Mən danışmam. Mənim səsim sizdən də yüksəkdir. İcazə verin, mən danışıram. Susturmayın. İcazə verin, mən sırf və eyni zamanda xəyanət eləyən kişilərin düşməniyəm. Vəssalam. Amma mən siz hər zaman qadın düşməni kimi görmüşəm. Ailəsinə hörmət eləyən, ailəsinə sadiq olan həm kişi, həm də arvadların dostuyam. Düz deyək, mən istəmirəm ki, lap tutaq ki, mən qınıyıram, mən necə deyim, nifrət eləyirəm. Amma hər halda o qadında, o ki, səhv yola düşürəm. O da bir kişinin səhvindən düşür. Başa düşürsünüz? İndi gəlirsiniz ona. İndi gəlirsiniz. İcazə verirsiniz muhtarım da. Mən durub çıxıb gedəcəm. Siz fikrinizi qutara bilmirsiniz. Buyurun sana qutarım. Buyurun qutarım. Qutarım ya. İcazə ver qutarım. Qutarım. Məsələ ondan ibarətdir ki, deməli, fikrim yayındır. İmkan vermir, qutarım. Nəyə gülürsün? Şəfqə xanım, əsəbləşmir. Mən söz danışıram, nəyə gülürsün? Əsəbləşmir. Mən bilirəm bunu kim eləyir. Aydın xan müəllim, mən bilirəm kim eləyir. Vermiş qapısını açmayacaq. Şəfiqə xanımı bilsin nə qədər istəyir. Şəfqə xanım, Aydın xan müəllim demişkən. İdeallıq istəyə bilməliyik. Nə bilirsiniz? Biz qadınlardan ideallıq istəyə bilməliyik. Niyə biz qadınlardan ideal bir Madonna yaratmaq istəyirik, əzizim? Qadının da hissi var, qadının da düşüncəsi var. Qadının da yanaşması var. Ərdə olan qadını hansı hissindən danışaq olar? Ərdə olan qadının. Başqasına hansı hissindən? Amma bu hissindən? insana xas olan şeydir. Şəfqə xanım, insan varsa cinayət var, bəşəriyyət varsa oğurluq var. Mən gözləməzdim bu şeyləri. Fahişəlik var, bu insana xas olan şeydir. Başa düşürsünüz və qadının deyir, ərdə olan qadının hissləri var.